İranda Xubraqan Məclisi adlanan bir məclis var. Azərbaycanca bəzən ekspertlər məclisi, ekspertlər şurası deyirlər. 77 dənə hal-hazırda Ayətullah onun üzvüdür. Və bunlar yığışıblar. Səs çoxluğu ilə bir Ayətullah, üzr istəyirəm, əstəğfirullah, yalan deyər, biri bizi aldadar, biri qorxar, biri Ayətullah Xamneyi ilə nəsə əlbir olar. Bu qədər Ayətullahlar hamısı nə oldu? Hamısı satqın çıxar. Səs çoxluğu ilə qəbul ediblər Ayətullah Seyyid Müctəba Hüseyni Xamneyi hal-hazırda rəhbər seçilib. Onların seçimi ilə. Yaxşı sual verə bilərsiniz. O Ayətullahları kimi seçib? O Ayətullahları da seçki ilə, demokratik seçki ilə, belə deyək, xalq seçib. Qum şəhərindən filan Ayətullah, Ərdəbildən filan Ayətullah, Təbrizdən filan Ayətullah, bunlar İslama, müsəlmanlara ömrü ilə xidmət ediblər. Bunlar hamısı yığışıb o Ayətullahı seçirlər. O cümlədən də tanınmış insanlardan Azərbaycanda mərhum Fazil Lənkəranın oğlu Cavad Lənkəran ona təbrik ünvanlayıb, onun rəhbərini deyib, daha hamımız onu Azərbaycanda tanıyırıq. Elə bir insandır ki, onu pulla, dünya ilə aldatmaq ola bilməz. Və atası Seyyid Əli Xamneyi, şəhid ağamız da sağlığında oğlunun rəhbər olmağını deməsə də, oğlu haqqında dediyi bir cümlə ki var. Ona kitab hədiyyə edəndə vermişdi ki, ümidvaram ki, Allah Teala İslamı və müsəlmanları sənin vasitənlə faydalandırsın. Böyük sözdür. Allah Teala sənin vasitənlə oğluna kitab hədiyyə eləndə orada xatirə sözünü yazıb. Allah Teala sənin vasitənlə müsəlmanlara xeyir versin. Ayətullah Xamneyi Amerikanın Trump'ın qabağında sınmayan bir şəxs nəfsi ilə oğlunu yerində qoyub gedə bilər. Ona görə biz də bir müsəlman kimi, bir Azərbaycanlı kimi sevinirik. Yenə də Peyğəmbər balası şəhid Ayətullah Xamneyinin oğlu Seyyid Müctəba Hüseyni rəhbər seçilib. Buradan ona dəstəyimizi ifadə edirik. Buradan ona beyətimizi ifadə edirik. Necə atası İslamın, Qur'anın, məzlumların müdafiəsində zalimların qabağındaydı. Ümidvarıq o da atasının yolunu davam elətdirsin. Bu yolda müvəffəq olsun. Hal-hazırda müharibə davam edir. Müharibənin gündən-günə qızışması, qabaqda daha da ağır günlər olması çox ehtimal olunur. Amma bu müharibənin özündə bizi narahat edən əsas iki məsələ var idi. Mən özüm bir ruhani kimi, qardaşların arasında olan, mənə olunan müraciətlər hamısını görürdüm, yazırdılar, mənə müraciət edirdilər. Əsas bu müharibə ilə bağlı iki dənə narahatçılıq vardı. Birinci narahatçılıq bizim rəhbərimizin şəhid Seyyid Əli Xamneyi ağanın Ramazan ayında öldürülməsi idi. Şəhadatı idi. Mən gördüm, çox insanlara təsir elədi. Hətta qeyri-müsəlmanlar, inanın mənə, xristiyanlar belə gördüm ki, çox təsirləniblər. Dünənki çıxışında o buyurur ki, mənim atam şəhid olanda, onu o ağır şəraitdəki betonların altına çıxardanda, o qədər qeyrətli ağ olub, Həzrət Əlinin həqiqi şiyəsi, öləndə də deyir, yumruğunu belə yığıb, bu halda şəhid olmuşdu Ayətullah Xamneyi. Düşmən bu yumruğun inşallah cəzasını görəcək. Öləndə də zəlil ölmək lazım deyil. Öləndə də ağlamaq lazım deyil.